Salamlar. Baxırıq maye və bərk cisimlərin xassələrinə. Birincisi başlayaq mayelərlə. Deməli, mayenin səthində olan molekullar həm mayenin daxilində olan molekullardan, həm də hava molekullarından qarşılıqlı təsirdə olur. Sadəcə maye molekulları arasındakı qarşılıqlı təsir qüvvəsi maye ilə hava qabarcıqları arasındakı qarşılıqlı təsir qüvvəsindən böyük olduğuna görə mayenin səthində olan molekulları maye daxilindəki molekullar içəriyə doğru cəzb edir və belə olduqda mayenin səthi gərilir. Mayenin səthi gərilərək mayenin içərisinə doğru cəzb olunur. Bu səthi gərilmə qüvvəsidir. Baxın, hansı ki yaranan qüvvə burada səthi gərilmə qüvvəsidir və mayenin səthi boyunca kənarlarına təsir edən, kənarlarına perpendikulyar istiqamətə təsir edən bir qüvvədir. Səthi gərilmə qüvvəsi sigma vur L ifadəsindən təyin olunur. Sigma burada səthi gərilmə əmsalıdır. Səthi gərilmə əmsalı nə deyilir? Deməli, mayenin səthini 1 kvadrat metr artırmaq üçün görülən işə deyilir. Vahidi olacaq jol bölünsün metrin kvadratı. Jolun da yerinə əgər biz Newton metr yazsaq, alarıq ki, səthi gərilmə əmsalının vahidi Newton böl metrdir. Baxın, burada da F bərabər sigma vur L-dir. Sigma burada səthi gərilmə əmsalıdır və sigma bu yuxarıdakı ifadədən F böl L-ə bərabərdir. F qüvvədir, vahidi Newtondur. L isə maye səthinin kənarlarının uzunluğudur. Əgər qab kvadrat formalıdırsa, yəni bunu bir perimetr kimi yadda saxlayın. Qab kvadrat formalıdırsa, elin yerinə 4A yaza bilərsiniz. Yox, əgər qab çevrə formasındadırsa, yəni dairə formasındadırsa, 2 pi r və ya pi-də yazıb hesablamalar apa bilərsiniz. Yenə deyirəm, söhbət gedir qabın perimetrindən. Səthi gərilmə əmsalı asılıdır mayenin növündən, bir də temperaturdan asılıdır. Temperaturdan isə tərs mütənasibası. Temperatur artdıqca maye arasındakı, hansı ki maye molekulları arasındakı qarşılıqlı təsir azalır. Ona görə də səthi gərilmə əmsalı da azalmış olacaq. Bax, maye səthinin gərilməsi ilə əlaqədar. Baxın, görürsünüz, bu mayenin səthinin gərilməsinə əsaslanaraq yarpaq mayenin səthində üzür. Görürsünüz, batmayıb. Arximeddə var idi, müəyyən bir hissəsi batır, müəyyən bir hissəsi kənarda qalır. Burada isə tamamilə səthində üzür. Baxın, böcəklər mayenin səthində yeriyə bilir. Dəmir parçası mayenin səthində üzə bilir. Bunlar hamısı səthi gərilməyə görədir. Daha sonra baxın, maye səthinə qoyulmuş bir cismi, baxın burada görürsünüz, maye səthində qoyulub və səthinə qoyulub necə? Yəni mayenin səthində üzür, batmayıb. Səthin gəlməsi hesabına maye səthində üzür. Orada F qüvvəsi nəyə bərabər olar? Dartıb çıxartmaq üçün və ya səthindən qoparmaq üçün lazım olan qüvvə. Deməli, burada var bir mg, bir də var səthi gərilmə qüvvəsi sigma L. Deməli, bu F bərabər olacaq bu hər iki qüvvənin cəminə. Daha sonra var islatmama. Əgər maye molekulları arasındakı qarşılıqlı təsir qüvvəsi maye ilə bərk cisim arasındakı qarşılıqlı təsir qüvvəsindən böyük olarsa islatmama. Yox, əgər maye molekulları arasındakı qarşılıqlı təsir qüvvəsi maye ilə bərk cismin qarşılıqlı təsir qüvvəsindən kiçik olarsa islatma hadisəsi baş verir. Yəni maye böyük olarsa islatmama, maye bərk böyük olarsa islatma hadisəsi baş verir. Və bu zaman baxın, fikir verin, islatma zamanı maye başlayır bərk cisimə doğru cəzb olunmağa və bu maye səthi ilə bərk cisim arasındakı yaranan bucaq iti bucaq olur. Alfa kiçik olur 90 dərəcədən. Yox, əgər islatmama hadisəsidirsə, maye təsəvvür edin ki, bərk cisimdən uzaqlaşmağa çalışır və bu islatmama hadisəsində isə mayenin səthi ilə, baxın, mayenin səthi burada, mayenin səthi ilə bərk cisim arasındakı bucaq olacaq kör bucaq. Baxın, burada olur kör bucaq, alfa böyükdür 90 dərəcədən. Yox, əgər maye bərkə bərabərdirsə, burada nə çökük hissə əmələ gəlmir, nə də ki qabarıq hissə əmələ gəlmir. Deməli, islatma hadisəsində maye də çökük səthi çökür. İslatmama hadisəsində isə mayenin səthi qabarıq formaya əmələ gəlir. Məsələn, civə şüşəni islatmır və civə fikir versəz, kürəcilər formasında qalacaq şüşə üzərində. Məsələn, su da parafini islatmır. Əgər tam islatmadırsa alfa bərabər olur 0 dərəcəyə, yox tam islatmamadırsa alfa bərabər olacaq 180 dərəcəyə. Mayenin səthində çökəklik və ya qabarıq əmələ gələndə, deməli çökük səthdə və qabarıq səthdə əlavə təzyiq yaranır. Çökük səthdə kənara, amma qabarıq səthdə isə daxilə doğru yönəlmiş olur. Diametri millimetr tərtibində və daha kiçik olan borulara kapillər borular deyilir. Kapillər boruda isladan mayelər yuxarıya doğru qalxır, islatmayan mayelər isə aşağı doğru düşürlər. Baxın, buradasa maye bərk bir-birinə bərabərdir. İslatmayan mayedə qabarıq səth əmələ gəlib və normal maye səviyyəsindən aşağıdadır. İsladan mayedə isə çökük səth əmələ gəlib və normal maye səviyyəsindən yuxarıdadır. Fikir verin burada. Baxın, yaxından baxsınız, burada çökük hissə əmələ gəlib, burada isə qabarıq. Bu sudur, bu isə civədir. Kapillər borularda yaxından şəkilləri sizə verilib. Daha sonra kapilyarlığa baxın, belə
yəqin ki, qarşınıza çıxıb salfetlə bir stəkanda olan suyu digər stəkana boşaltmaq hadisəsi və ya güllərin rənglənməsi, bunlar kapilyarlıq hadisəsinə misal göstərmək olar. Kapilyer borularda qalxan mayenin çəkisi səthi gəlmə qüvvələri bir-birini tarazlayır və mg bərabər olur sigma ilə. Buradan m bərabər olacaq. Məsələn, kapilyer boru olduğuna görə səthin uzunluğu olacaq 2 pi. Baxın, burada 2 pi elin yerinə yazdıq və ya pi də yazırıq. Sigma vurulsun pi də olur. Daha sonra m istəyirsə əgər biz sigma 2 pi və ya sigma pi-ni j-yə bölməliyik. Sigma vurulsun 2 pi bölünsün j. Əgər bizdən sıxlıq və həcmi istəyirsə m-in yerinə rho v yazırıq. Eyni ifadədir, sadəcə m-in yerinə rho v yazırıq. Baxın, burada da yaza bilərsiniz. Rho v j bərabər olacaq sigma ilə və ya sigma 2 pi bölünsün j. Sadəcə m-in yerinə yazdım j. Həcmin yerinə isə baxın, silindrin həcminin düsturu nə idi? S vurulsun h-dır, düzdür? S oturacaq vurulsun h. S-in yerinə, S oturacağın yerinə pi kvadratı vurulsun h yazırıq. H qalxan mayenin hündürlüyüdür. Bərabərdir. Baxın, biz burada nə tapırıq həcmi? Həcm nəyə bərabərdir? Rho-nu da atacaq aşağı. Olacaq sigma vurulsun 2 pi bölünsün rho j. Bu ifadəni bərabər edirik. Sigma vurulsun 2 pi bölünsün rho j-yə. Baxın, hər tərəfdən pi-lər getdi. L'lərin biri getdi və h buradan nəyə bərabər olacaq? H bərabər olacaq 2 sigma bölünsün rho j r. Əgər qabla bir yerdə kapilyar boru aşağı yönəlmiş tədizlə hərəkət edirsə, burada olacaq deməli, baxın, j minus a vurulsun r. Yox, əgər yuxarı yönəlmiş tədizlə hərəkət edirsə, olacaq j üstə gəlsin a vurulsun r. Yazıb hesablamaları apara bilərik. Deməli, qalxan mayenin hündürlüyü səthi gərilmə əmsalı ilə düz mütənasib asılır. Yəni, səthi gərilmə əmsalı dəyişərsə, qalxan mayenin hündürlüyü də dəyişmiş olacaq. Məsələn, mayeni qızdırdıqda temperaturla tərs mütənasib asılır. Səthi gərilmə əmsalı azaldığından hündürlüyü də azalmış olacaq. Laplace təzyiqimizə də baxın. H-ın düsturunu mütləq baxın, sizə çıxarılışını yazdım. Tutaq ki, qab kvadrat formalı olarsa, artıq burada kvadratın sahəsi, yəni S-in yerinə a kvadratı yazırsınız. H olduğu kimi qalsın burada. Daha sonra ifadəmizdə deməli sigma L idi. Yadınıza düşsə sigma L idi. L-in yerinə burada 2 pi yazmışıq, amma kvadrat formalı qabda isə 4a yazacaqsınız və buradan a-ların biri ixtisar gedəcək. Deməli h bərabər olacaq, fikir verin, 4 sigma bölünsün rho j a-ya. 4 sigma bölünsün rho j a-ya. Yəni siz Laplace təzyiqindən danışaq. Laplace təzyiqi p bərabər rho j h-dan, p bərabər rho j h. H-ın da yerinə aldığımız ifadəni yazsaq əgər, rho vurulsun j vurulsun 2 sigma bölünsün rho j r. Yazsaq əgər, buradan rho j-lər gedir, alaq 2 sigma bölür və ya 4 sigma bölünsün d almış olarıq. Aha. Bu belə. Daha sonra baxaq, deməli, bərk cisimlərə. Bərk cisimlər daxili quruluşuna və fiziki xassələrinə görə kristal və amorf olmaqla iki yerə ayrılır. Daha sonra burada nəyə fikir vermək lazımdır? Kristalla amorf arasındakı fərqlərə baxmaq lazımdır. Kristal cisimlər monokristallar sayılırlar. Monokristal nə deməkdir? Yəni bir kristaldan ibarət olan cisimlərdir. Bu cisimlərin ərimə temperaturları var. Amma amorf cisimlərin isə ərimə temperaturu olmur. Düzgün həndəsi quruluşa malikdir kristal cisimlər və kristal qəfəsinin növləri var. Kristal qəfəsinin növləri deməli metallik qəfəs var, var atom qəfəsi, var molekulyar qəfəs, bir də var ion qəfəsi. Deməli, atom qəfəsidirsə əgər düyün nöqtələrində atomlar, molekulyar qəfəsdə düyün nöqtələrində molekullar, ion qəfəsidirsə düyün nöqtələrində müsbət və mənfi ionlar, metallik qəfəs isə düyün nöqtələrində müsbət ionlar olur, içərisində isə elektronlar sərbəst halda hərəkət edirlər. Bu dolu qəfəsin növləri düzgün həndəsi formaya malikdirlər və kristallar anizotropdur, amorflar isə izotropdurlar. Bu nə deməkdir? İzotropdurlar. Yəni izotrop o deməkdir ki, amorflar bütün istiqamətlərdə fiziki xassələri eyni olur, amma kristal cisimlərdə isə bütün istiqamətlərdə fiziki xassələr eyni olmur. Fiziki xassələr dediyimiz elektrik, maqnit, istilik keçirmə qabiliyyətləri bunlara aid ola bilər. Var bayaqlar dediyim monokristal, bir də polikristal. Polikristallar amorflara, monokristallar isə kristallara, yəni anizotroplara aiddirlər. Bu belə. Daha sonra baxın, burada kristal qəfəsinin növlərinə aid şəkillər var. Amorf cisimlərə misal olaraq qırı misal göstərmək olar, şüşəni misal göstərmək olar, kauçuku misal göstərmək olar, qətranı misal göstərmək olar, kəhrəbanı misal göstərmək olar. Bunlar amorf cisimlərdir. Amorf cisimlər qısa müddətli zərbə zamanı, alçaq temperaturlarda özlərini bərk cisim kimi aparırlar. Uzun müddətli təsir zamanı yüksək temperaturlarda isə özlərini mayelərdə olduğu kimi axıcılıq xassəsi göstərirlər. Yəni axıcı bir maye kimi özlərini aparırlar. Bunların yenə deyirəm müəyyən bir ərimə temperaturları yoxdur. Deməli, bərk cisimlər müəyyən bir deformasiyalara
məruz qala bilərlər. Baxın, bu deformasiyalara gərilmə, sürüşmə, əyilmə, burulma deformasiyalarını göstərmək olar. Sıxılma deformasiyalarını misal göstərmək olar. Deməli, bərk cisimlərdə mexaniki gərginlik əmələ gəlir onlara təsir göstərdikdə. Mexaniki gərginlik təsir edən qüvvənin sətin sahəsinə olan nisbətidir. F+. F-in yerinə burada mj, S-in yerinə isə sətin sahəsi nədirsə onları yazmaq olar. Məsələn, F bölünsün, əgər səth dairə formalısa pi r kvadrat və ya pi d kvadrat bölünsün 4 yazmaq olar. 4 burada qalxır yuxarıya. Kvadrat formalıdırsa yerinə yaza bilərsiniz a kvadratı. Və buradan gördüyünüz kimi mexaniki gərginlik qüvvə ilə sahənin sabit qiymətinə düz, qüvvənin sabit qiymətində sahə ilə tərs mütənasib, radiusun kvadratı ilə diametrin kvadratı ilə tərs mütənasib asılıdır. Yenə deyirəm, F-in yerinə mj yazıb məsələlərinizi həll edə bilərsiniz. Daha sonra deməli var mütləq uzanma, var nisbi uzanma. Mütləq uzanma delta L hərfinin işarə olunur. Son uzunluğundan çıxırsa onun başlanğıc uzunluğu. Biz sizə verəcək mütləq uzanmanı. Nisbi uzanma isə mütləq uzanmanın cismin başlanğıc uzunluğuna olan nisbətidir. Delta L bölü 0. Yuxarıda verilən kəmiyyətlərin hər birinin vahidi metrdir, amma nisbi uzanmanın isə vahidi yoxdur, adsız kəmiyyətdir. Deməli uzanmalarda delta L və epsilon sıfırdan böyük, amma qısalmalarda, sıxılmalarda isə delta L ilə epsilon sıfırdan kiçik, mənfi qiymətlər almış olacaq. Yadınıza düşürsə bizim Hooke qanunumuz vardı. Hooke qanunumuz belə idi. Kiçik deformasiyalarda elastiklik qüvvəsi mütləq uzanma ilə düz əsas olub, bunun əksinə yönəlib. Yəni k x mənfi kx idi. İndi isə x yox delta L yazırsınız. Burada k sərtlik əmsalı idi. F bölünsün delta ilə bərabər idi və bunların heç birindən asılı deyil. İkinci bir Hooke qanunumuzsa belədir. Mexaniki gərginlik nisbi uzanma ilə düz mütənasib asılıdır. Bu ifadə deməli, mexaniki gərginliyimiz nisbi uzanma ilə düz mütənasib asılıdır. Bu Hooke qanunumuzun riyazi ifadəsi sigma bərabər epsilon vurulsun y-yə bərabərdir. Y burada Young moduludur. Young modulu nə deməkdir? Nümunəni 2 dəfə dartıb uzatmaq üçün lazım olan mexaniki gərginliyə və ya öz uzunluğu qədər uzatmaq üçün lazım olan mexaniki gərginliyə bərabərdir. Birinci gəlin mexaniki gərginliyin vahidinə baxaq. Mexaniki gərginliyin vahidi sigma bərabər F bölü S olduğundan Newton bölü metrin kvadratını verir bizə. Newton bölünsün metrin kvadratını verir. Newton bölünsün metrin kvadratda 1 Paskala bərabərdir. Paskalın yerinə həmçinin yaza bilərsiniz. Joule bölünsün metrin kubu. İndi gəlin Young modulunun vahidini çıxartmağa baxaq. Young modulu deməli buradan bərabər olacaq sigma bölünsün epsilona. Epsilonun vahidi yoxdur. Sigmanın isə vahidi Paskal olduğundan deməli Young modulunda vahidi ilə Paskal olacaq və materialın növündən asılı. Yəni alüminiumdur, poladdır, hansı materialdan hazırlanıbsa həmin materialı bildirir. Başqa bir kəmiyyətlərdən asılılığı yoxdur. Deməli burada 2 dənə Hooke qanunumuz var. F bərabər k delta L, bir də sigma bərabər epsilon y. Bu hər ikisi də Hooke qanunudur. Bu deməli sigma bərabər epsilon y ifadəsini gətirib, baxın bu ifadədə yerinə qoyub məsələlərinizi rahatlıqla həll edirsiniz. Epsilon vurulsun y. Young modulu burada heç nasıl deyil, amma nisbi uzanma necə görürsünüzsə elə də asılıdır. Yəni M-dən düz, F-dən düz sahənin sabit qiymətində və ya kütlənin sabit qiymətində, qüvvənin sabit qiymətində S-lə R-in kvadratı, D-nin kvadratının tərs mütənasib asılıdır, unutmayın. Və F-in S-in sabit qiymətində fikir verin, L0 yoxdur düsturumuzda. Deməli, epsilon L0-dan asılı olmuş olmaz. Epsilon həmin ifadələrdə L0-dan asılı olmuş olmaz. Hooke qanunlarımızın bərabərliyinə, məsələn, F bərabər k delta L, F bərabər k delta L və F-in yerinə sigma S yazsaq, çünki dedik ki, sigma bərabər F bölü S, sigmanın da yerinə epsilon Y yazaq. K delta L, epsilon vurulsun Y, vurulsun S. Aha, epsilonun da yerinə delta L bölü L0 yazsaq, delta L bölünsün L0. Buradan deməli delta L-lərimiz ixtisar geçsin, belə bir fayda alırıq. K bərabərdir Y vur S bölünsün L0. S-in yerinə burada pi r kvadrat, pi d kvadrat bölünsün 4 yazmaq olar və K sərtlik əmsalı materialın növündən, en kəsin sahəsindən və nümunənin uzunluğundan asılıdır. Mütləq bunu etsaqlayın, sərtliyin asılı olduğu kəmiyyətlər və asılı olduğu düstur budur. S-in də yerinə r kvadrat, pi r kvadrat, pi d kvadrat yazıldı, onlardan da asılı olmuş olacaq. Aha, deməli onda Hooke qanunumuz K delta L olmaqla yanaşı, K-nın yerinə Y S vurulsun, Y vur S bölünsün L0 vurulsun delta L yazıb hesablamalarınızı apara bilərsiniz və yenə də bu ifadəni MJ-yə bərabər edə bilərsiniz. Daha sonra bir də sizdə belə bir məsələlər var. Məsələn, cismi ortadan qatlayır. Cismi ortadan qatlayarkən fikir verin, onun en kəsiyinin sahəsi, baxın. Gəlin düzgün çəkək, ortadan qatladı. Aha, ortadan qatlayarkən en kəsin sahəsi, yəni bu hissənin qalınlığı 2 dəfə artmış olacaq ki, əvvəlcə S idi, oldu ki. Uzunluq isə fikir verin, əvvəlcə tutaq ki, S0 idi, oldu S0 bölünsün ki, deməli cismi ortadan qatlayanda sahəsi 2 dəfə artır, uzunluğu isə 2 dəfə azalmış olacaq. Düşə bilər ki, kütlə necə dəyişə bilər və s. Düsturunuzu yazırsınız, MJ bərabərdir. YS bölünsün L0 vurulsun delta L. Məsələn, sizə verə bilər ki, burada mütləq uzanması dəyişməsin. Onda bu ifadəni yazırsınız. Yoxsa deyirsə ki, nisbi uzanması dəyişməsin. Onda sigma bərabər
F bölü S-dən mj bölü S yazırsınız. Nisbi uzanmanı gətirmək üçün bura epsilon y bərabər mj bölü S yazıb məsələlərinizi həll edirsiniz. Baxın, burada fikir verin, L0 olmadı. Deməli, L0-a burada baxmırsınız. Burada m-i hesablarkən həm S-ə, həm L0-a mütləq uzanmanın sabit qiyməti, amma nisbi uzanmanın sabit qiymətində isə L0-a baxmırsınız. Bundan əlavə olaraq deməli sizdə var nə? Mexaniki gərginliyin nisbi uzanmadan asılılıq diaqramı. Mexaniki gərginliyin nisbi uzanmadan asılılıq diaqramında deməli birinci hissə düz mütənasiblik hissəsidir. Maksimum baxın bu mexaniki gərginliyin nisbi uzanmadan asılılıq qrafikində hansı ki Hooke qanununun ödənildiyi maksimal gərginlik adlanacaq mütənasiblik həddi. Baxın, burada düz mütənasib asıdır. Daha sonra bundan sonra gəlir elastiklik həddi, nisbətən biraz diaqram əyilir. Bura elastiklik deformasiyanın ödənildiyi maksimal gərginlikdir. Daha sonra başlayır axıcılıq hissəsi. Yəni nisbi uzanmanı dəyişmirsiniz. Bura axıcılıqdır. Nisbi uzanmanı dəyişmirsə, amma üzr istəyirəm. Mexaniki gərginlik dəyişmir, amma nisbi uzanma get-gedə neyinir? Axıcılıqdır. Daha sonra nümunənin tab gətirə bildiyi maksimal gərginlik möhkəmlik gərginliyidir. Bundan sonra artıq bu gərginlikdən sonra cisim dağılır. Bəzi cisimlər var ki, onlara çox kiçik qüvvə ilə təsir etdiklər, onlar artıq əyilirlər. Yəni çox kiçik qüvvənin təsiri ilə belə əyilir. Bunlar plastik cisim, amma kiçik qüvvənin təsiri ilə qırılan cisimlər isə kövrək cisimlər deyilir. Möhkəmlik həddinin yol verilən gərginlikdən neçə dəfə çox olduğunu göstərən ədədə möhkəmlik ehtiyatı deyilir. Binalar, körpülər tikilərkən möhkəmlik ehtiyatı mütləq nəzərə alınmalıdır. Deməli, möhkəmlik ehtiyatının üstü olacaq sigma bərabərdir. Sigma möhkəmlik bölünsün sigmaya. Bu möhkəmlik həddi, elastiklik həddi, mütənasiblik həddi hər biri mexaniki gərginliyə aiddir və hər birinin vahidi paskaldır. Məsələn, sizdə məsələlərdə mexaniki gərginliyi yox, yaza bilər ki, mütənasiblik həddini tap, elastiklik həddini tap və s. Yəni o verilən həmin hədlər möhkəmlik həddin və ya deyə bilər tap, həmin hədlər olacaq sizin üçün sigmanın düsturları eyni ifadələrdə, eyni ifadələrdən hesablayıb yaza bilərsiniz. Potensial enerjinin mexaniki gərginlikdən asılılığına baxaq. Potensial enerji bərabərdir F kvadrat bölünsün 2K olsun, hansı ki sərtliyin məlum qiymətində. F-in yerinə sigma yazsaq, sigma kvadrat S kvadrat bölünsün 2K. Görərik ki, potensial enerji mexaniki gərginlikdən kvadratik, mexaniki gərginlik isə potensial enerjindən kök altı düz mütənasib asılı olmuş.